Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mənim ümmetimin ömrü 60-70 arasıdır. Çox az olacaq ki, onu keçsin. Bu günlərdə isə ölüm biraz da cavanlaşıb. Xəstəliklərin sayı çoxalıb, qəzaların sayı çoxalıb. Allah Teala bütün müsəlmanlara afiyət versin. Amma üzərimizə düşən nədir? O ölümə hazır olma. Bax, bu günləri, bu kişi misal olaraq çəkirəm. Hamımızın gözünün qabağındadır. Allah rəhmət eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ölünün ardınca 3 şey gedir. Onun əhli əyalı, qəbiləsi, əşirəti, dostları, onun malı, dövləti, miniyi, xalçası, palazı, nə bilim, atı, dəvəsi, maşını, lomu, labatkası və bir də onun əməlləri. Deyir, bu 3 şeydən ikisi geri qaydacaq. Ən əziz adamları belə, evlatları belə, birazdan bizdən onlar da geri dönəcəklər. Heç kim burada qalası deyil. Və onun malı, dövləti də geri qaydır. Bir dənə qəbrə onunla enən və ona faydası olan nədir? Salih əməlləri. Bu dünyada hər bir şey yazılır. Hər bir şey, insanın ağzından çıxan hər bir şey. Allah Teala buyurur ki, onun ağzından çıxan hər bir şey raqib, atid mələklər tərəfindən yazılır. İnsanın sağ-sol çiynində oturan mələklər. Ağzından çıxan nə varsa, ya sağdakı mələk, ya soldakı mələk onu yazır. Ona görə insan dilinə də diqqət eləməlidir. Çünki insanın ən çox soruşulacağı şey dili olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem bu barədə danışanda Muaz ibn Cəbəl radiyallahu anh deyir ki, ya Allah Rasulü, biz danışdıqlarımıza görə də mi soruşulacağıq? Deyir, anan sənin vayına otursun, ay Muaz. İnsanları məyər üzü üstə cəhənnəmə sürükləyən onların dilləri deyilmi? Dil elə bir orqandır ki, sümük yoxdur, yorulmur, danışır.